öncə bütün bu kəlbətinlər haqqında ümumi məlumat əldə edək. Sonradan həmin bu kəlbətinlər haqqında xüsusi məlumatlara keçəcəyik. Bizim işimizin əsas lazım olan ləvazimatları bu kəlbətin, ağzı əyri hissəsi olan kəlbətin alarkən fikir vermək lazımdır ki, bu hissədə kələkötürlük olmasın, girinti-çıxıntı hissələri olmasın. Yəni, bu hissə xətlərdən ibarət olmasın, düz olsun. Düz olsun ki, biz artıq dəmiri sıxarkən, qolbağda və yaxud da sırğadan həlqələri sıxarkən, həmin bu kəlbətində ola biləcək xətlər gördüyümüz işin üzərinə düşəcək və gördüyümüz işin gözəlliyini poza bilər. İkinci bizə lazım olan ən çox kəlbətinlərdən biri bu kəlbətindir. Bu kəlbətində də yenə də bu hissəsinə fikir vermək lazımdır ki, heç bir girintili çıxıntılı hissələr olmasın. Yəni alanda bir nömrəli bu hissələrinə fikir vermək lazımdır. Yəni satışda bir çox kəlbətin növləri var. Metalından asılı olaraq müxtəlif formada hazırlayırlar. Amma bizim işimizin gedişatına mane olmamağa görə biz həm estetik gözəlliyə, həm də işimizi rahatlaşdıra biləcək alətlərdən istifadə etməyimiz daha düzgün olar. Bu kəlbətinin fərqli hissəsi yalnız ağzının biraz mayəli formada əyri olmasının, bunun isə ağzının düz olmasındadır. Amma bu işlər sırf bəzi işlərdə ağzının düz olmasının yox, ağız hissəsinin əyri olması bizim işimizin gedişatına daha müsbət təsir göstərir. Üçüncü ən mühüm kəlbətinlərdən biri də bu kəlbətindir. Bu kəlbətin deyərdim ki, bizim işimizi çox yüngülləşdirən bir kəlbətin növlərindən biridir. Bu kəlbətinin yenə də mən dəfələrlə vurğulayıram, yenə də burunun girintili çıxıntılı hissələri olmamalıdır, düz olmalıdır. Yəni heç bir xət olmamalıdır. İnan ki, buradakı müəyyən bir zərrə qədər də ola biləcək xət bizim işimizdə kələkötürlüyə səbəb olur. Bax, bu hissədə 6 növ həlqədən ibarətdir. Bu hissələr bərabərdir. Bu hissələ bu hissə fərqlidir. Bu hissələr də fərqlidir. 6 növ, 5 növ burada həlqə formalaşdırmaq mümkün olur. Sonra bu kəlbətini əvəz edə biləcək bu kəlbətində. Bu inan o qədər bir çox insanların işini yüngülləşdirən bir kəlbətində bu hissəni simi dəmirə qoyaraq sadəcə fırlatmaqla həlqəni əmələ gətirmək olar. İndi mən hal-hazırda kəlbətinlərdən özət hissəsini keçirəm, yəni kəlbətinlərin ümumi məlumat verirəm. Sonradan bir-biri haqqında xüsusi məlumat göstərəcəm. Bir-biri haqqında məlumatları sizə qeyd edəcəm. Sonra gələn kəlbətinlərdən isə artıq hissəni kəsmək üçün olan kəlbətinlərdir. Budur. Yəni qusaçki funksiyasını yerinə yetirən kəlbətinlərdir. Yəni bu da ola bilər. Dırnaq tutan qusaçkilər deyirlər. Onlardan da istifadə etmək olar. Bunlardan da istifadə etmək olar. Budur. Sonra budur. Bunlar ikisi artıq olan hissəni kəsmək üçündür. Bəzi yerlərdə, bəzi elə balaca yerlər olur ki, bu kəlbətin girə bilir. Elə yerlər olur ki, məsələn, bu kəlbətindən istifadə olunur, amma ikisinin də vəzifəsi, funksiyası eynidir. İndi yerindən asılı olaraq hansı kəlbətindən istifadə etmək lazım olursa, ondan istifadə edirik. Sonra isə bu kəlbətindir. Bu kəlbətində isə baxardınız ağız hissəsində belə girinti çıxıntılı hissələr var. Yəni bu nədir? Bunu da sizə izah edəcəm. Yəni bir həlqəni bura qoyanda həlqə əlimizin altından qaçmasın deyə oradan tutub rahat bir şəkildə sıxa bilərik. Bunlar da xüsusi bir estetiklik qatır bizim işimizə, işimizi rahatlaşdırmaq üçün olan kəlbətinlərdir. Amma əsas olmazsa olmaz kəlbətinlərimiz
kəlbətinlərimiz bu kəlbətin, bir də bu kəlbətindir. Bunların yerinə qusaçkini də istifadə eləmək olar. Bunun yerinə bu kəlbətindən də istifadə eləmək olar bir müddət sonra, artıq əlimiz öyrəşəndən sonra. Amma bu kəlbətin isə çox da demək olmaz ki, deyək ki, çox lazım olan bir kəlbətindir. Baxır istifadə yerinə. Bu belə bir bərk bir hissəsi var. Amma bəzi işlərdə bu kəlbətindən də istifadə olunur. Yəni olmağın bir ziyanı yoxdur. Əgər biz işimizə daha qiymət veririk, daha yaxşı, çox qiymət veririksə və işimizin daha mükəmməl şəkildə ərsəyə gəlməsini istəyiriksə, bu kəlbətinlərin hamısının əl altında olmasına bizə daha çox üstünlüyü var ki, işimizin daha gözəl görsənməsinə köməklik edəcək. Bu kəlbətindən də asan, rahat istifadə edə bilərsiniz. Bu kəlbətinləri əldə etməyiniz daha məqsədə uyğundur. Çünki əlimizin altındakı materiallar nə qədər rahat, nə qədər işimizi rahatlaşdırarsa, bir qədər də işimizin estetik gözəlliyi daha da gözəl olar. Keçək bu kəlbətindən, bir də bu kəlbətinin hansı hissələrdə istifadə olmasına. Misal üçün, bu cür bağlama hissəsi var. Biz bu bağlama hissəsini bağlamalıyıq. Bunun gördüyünüz kimi iki hissəsi var. Yenə bu kəlbətinlərin önəmi odur ki, iki hissədən də tutmaq lazımdır. Birini sağ, birini də sol hissədən. Yaxınlaşdıraraq bir-birinə. Bir-birini yaxınlaşdırırıq və ağız-ağıza gətiririk. Fikir vermək lazımdır ki, burada 1 millimetrdə olsa, baxın, diqqətlə baxın. Fikir vermək lazımdır ki, burada 1 millimetrdə olsa, açıq hissə qalmasın. Həmin o açıq hissədən aralanıb çıxa bilir. Diqqətlə baxın. Bağlandı. Aydın şəkildə gördünüz ki, bu iki kəlbətini istifadə edərək bu sıxmanı həyata keçirdik. Bu tip həlqələri əmələ gətirmək üçün bizə bu kəlbətin növlərindən istifadə etmək lazımdır. Bu kəlbətin, sonra bu kəlbətin, bir də bu kəlbətindən lazımdır. Bu kəlbətinlərin fərqi ondan ibarətdir ki, burada həlqənin diametrindən asılı olaraq biz bu kəlbətinlərin növlərindən istifadə edirik. Misal üçün, ən kiçik ölçünü əmələ gətirmək üçün bu kəlbətini məsləhət görürəm. Rahat bir şəkildə həlqəni düzəltmək mümkündür. Həlqəni düzəltmək üçün hansı ölçü bizə lazımdırsa, həmin o hissənin uc hissəsinə qoyuruq, bərk sıxaraq, sadəcə əlimizdə fırladırıq. Bu formada. Forma əmələ gəlir və yenə də həmin hissəni tutub və yenidən aşağı hissəyə gətiririk və artıq bizim həlqəmiz hazırdır. Bu alınma hissədir. Bunu isə biz özümüz hazırlamışıq. Bu cür kəlbətindən həlqənin əmələ gətirməsi üçün biz uzunluğu sadəcə bura qoyuruq. Başlanğıc hissəsini bura qoyuruq
və sadə bir şəkildə sıxırıq. Nisbətən biraz harca 1-2 millimetr məsafə saxlayırıq və sıxırıq. Sıxırıq və bu cür həlqə əmələ gəlir. Bu deyərdim ki, ən asan, ən rahat üsuldur. Yine yeni başlayan insanlar üçün bu əvəz olunmaz bir kəlbətindir. Çünki bu cür həlqənin əmələ gəlməsi rahat görsənməyinə baxmayaraq bir neçə məşq tələb edən bir işdir. Yəni bir rahat bir şəkildə hər bir insan birinci dəfədən bu həlqəni əmələ gətirə bilmir. Bu cür kəlbətinlərin çıxarılması isə bizim işimizi daha da rahatlaşdırır. Yəni sadə bir şəkildə əyərək biz bu həlqəni əmələ gətirə bilərik. Bu kəlbətindən istifadə edərək həlqəni əmələ gətirmək üçün biz pindən istifadə edirik. Bu cür pinlər, qaralmayan pinlər var. Yəni bunların qaralan-qaralmayan formaları var. Bir müddət məşq üçün qaralan formalardan almaq olar. Çünki qaralan formalarla qaralmayan formaların material baxımından, qalınlıq baxımından heç bir fərqi yoxdur. Sadəcə qaralıb-qaralmamağında fərqi var. Yəni qaralmayan formaların qiyməti nisbətən ucuz olduğuna görə bir müddət əliniz öyrəşməsi üçün, məşq üçün qaralan formalardan istifadə edə bilərsiniz. Amma artıq bir model yığanda, artıq sifarişlər qəbul edəndə qaralmayan formalardan istifadə etməyiniz daha məqsədə uyğundur ki, müştərilər sizdən daimi şəkildə alış-veriş edə bilsinlər. Deyək ki, biz bu pindən istifadə edirik. Bu pinlərin bir çox formaları var. Artıq burada satışda bu formanın əmələ gəlmiş forması var. Arxasında mismar formasında olan pin var. Bu pinlər mahiyyətinə uyğun istifadə olunur. Yəni sırğa əmələ gətirəndə, yəni bizə hər iki tərəfdə həlqənin olması lazımdırsa, bu pindən istifadə edirik. Əgər yox, sırğa əmələ gətirəndə yalnız aşağı hissəsində bu cür yumru hissənin olması lazımdırsa, bu pindən istifadə edirik. Yəni işin əsasında artıq siz iş görə əliniz öyrəşə biləcəksiniz ki, hansı materialı alsanız sizə daha yaxşı məsləhətli olar. Yəni işinizin gedişatına mənfi təsir göstərməz. Yəni burada isə bunların növlərindən isə deyim ki, bu cür tez əyilən pinlər də var. Bunların bağlanma forması, əyilmə formasında izah edəcəm. Amma sadəcə indi biraz möhkəm olan pinlərdən izah eləmək istəyirəm sizə. Bunların əymək nisbətən rahat olmadığına görə, çətin olduğuna görə birinci bunu izah edeyim. Siz aydın şəkildə bunu başa düşəndən sonra digər tez əyilə bilən pinləri də izah edəcəm. Deyək ki, bu daşı keçiririk bu pinə. Bizə lazımdır ki, buradakı uzunluğu tənzimləyərək bu cür həlqəni bir də düzəldə bilək. Bunun üçün biz bu kəlbətini mən niyə görə məsləhət görürdüm? Əgər təzə başlamısınızsa və bu vaxta qədər heç vaxt həlqə düzəltməklə məşğul olmamısınızsa və həlqə düzəltməmişsinizsə bu vaxta qədər, bu kəlbətinin olması məqsədə uyğundur. Yəni işin mahiyyətinə görə, işin rahatlığına görə bu kəlbətin çox əvəz olunmazdır. Bunun üçün biz əgər həlqə əmələ gətirəcəksə, bu hissədən tuturuq. Aydın görünsün deyə yaxından göstərirəm. Tuturuq və nisbətən artıq sağa-sola yerini dəyişdirmə mümkün deyil. Burada biz hansı hissədən kəsməliyik? Nisbətən bir az, harca 2-3, çox hardasa 2 millimetr məsafə buraxmamız kifayətdir ki, o hissədən biz kəsirik. Kəsməyi də yəni bununla da kəsmək olar. Yenə deyirəm, qusaçki ilə də kəsmək olar. Yəni baxır da yəni sizin əlinizin altında olan alətlərə baxır. Bu hissədən bizim kəsməyimiz kifayətdir. Bu qədər hissə qaldı. Bu qədər hissədən biz
Gətirib bu hissəyə qoyuruq. Nisbətən biraz məsafə saxlayırıq. Azca məsafə. Çox məsafədə saxlamaq lazımdır. Onda həlqə uzunsov formada olur. Sadəcə sıxırıq. Sıxırıq. Yavaş bu formada əmələ gətirib diqqətlə baxın bu işə. Yəni mən sizə deyim ki, birinci dəfədən sizdə ideal şəkildə alınacaq. Bu mümkün deyil. Bax, bu hərəkət əmələ gəldi. Bu aldığımız formanın həlqəsidir. Yəni saçda bu formadadır. Bu isə bizim düzəltdiyimiz həlqədir. Bu iş elə bir işdir ki, dəfələrlə bunu məşq eləmək lazım olan bir işdir. Yəni uzun müddət məşqlə alınan bir işdir. Deyərdim ki, o qaralan formalardan bir paçka götürüb günlərlə bu həlqənin düzəltməsinə vaxt sərf edəsiniz. Alınmadı, bir də düzəldin. Alınmadı, bir də düzəldin. Özünüzdən fikirləşin ki, 1 mm artıq olanda hansı forma əmələ gəlir? 1 mm qısa olanda necə olur? Hansı formada olanda daha məqsədə uyğun olur? Yəni sizin o əlinizin gördüyünüz işi uyğun olaraq daha da praktikanız mükəmməlləşəcək. Deyək ki, bu sırğadır. Biz bu sırğa düzəldəndə biri bu tərəfə, biri bu tərəfə baxa bilməz axı. Ona görə bunları eyniləşdirmək üçün bir hissə buradan yenə bu iki kəlbətin bizim köməyimizə çatır. Gətirib bunu eyni istiqamətə çeviririk. Eyni istiqamətə çevirərək belə bir forma alırıq. Yəni bu formadan boyun bağda da istifadə eləmək olar. Deyək ki, bundan bir 20-25 dənə düzəldib arda-arda düzəltmək olar. Qol bağda, sırğada, hər bir əl işində istifadə eləmək olar. Yəni bu həlqənin simmetrik formada düzəltmək çox önəmli bir işdir. Digər növ kəlbətindən istifadə edərək həlqəni əmələ gətirmək üçün bu daha çox müxtəlif formalı həlqələrin əmələ gəlməsində istifadə olunur. Əsasən biz sırğaların düzəltməsində bu həlqədən və az bir vaxtda müddət lazım olan da isə bu həlqədən istifadə olunur. Bu həlqələr çox da sırğa düzəltməsində istifadə olunmur. Nəyə görə? Artıq hazır materiallar var, yumru həlqə formasında satılır. Yəni işimizin rahatlaşdırmaq üçün biz bu həlqələrin düzəltməsinə çox da vaxt sərf eləmək lazım deyil. Hazır materiallar var, amma bu cür həlqənin əmələ gəlməsi üçün bizə lazım olan bu cür diametrdə həlqədən istifadə olunmalıdır. Yəni baxır da indi işimizin gedişatına. İnsan var ki, bu formada da bir şey nəsə düzəltmək istəyir, özündən bir əlavələr eləmək istəyirsə, düzəldə bilər. Amma əsasən bu iki diametrli ölçüdən istifadə olunur. Burada isə həlqəni necə əmələ gətirirlər, onu sizə izah edeyim. Deyək ki, bu daşı ilə qoymuşuq bura. Burada da sadə formalı, yalnız fırlatmaqla həlqəni əmələ gətirə bilərik. Buradakı uzunluq, bayaqki kəlbətini izah elədiyim kimi, o da rahat idi. Yalnız uzunluğu götürürdük və harca bir 2 mm məsafə buraxmaqla kəsirdik və uzunluğu rahat şəkildə, aydın şəkildə bilirdik. Amma burada bizim işimizə müəyyən qədər bir praktika lazımdır. Bu praktikada illərlə, aylarla gördüyümüz işin əsasında yaranır. Yəni, deyək ki, biz buradan kəsə bilmərik. Lap deyək ki, praktikamız yoxdur. Biz buradan tutub kəssək. Bu heç həlqəni fırlamağa yer olmayacaq. Bu hissədən kəssək, müəyyən qədər bir məsafə ola bilər. Haradasa biz 1 sm məsafəsində deyək ki,
bu məsafədə kəssək bizim üçün kifayətdir. Buradan kəsirik. Bu iş praktika tələb edir. Müəyyən bir müddət uzunluğu bizə lazımdır ki, hansı uzunluqda kəsməyimiz daha məqsədə uyğundur. Buraya qədər. Buraya qədər kəsməyimiz. Haradasa 1 sm məsafədən olmasına kifayətdir. Bu cür həlqə yarandı. Baxın, bu cür hərəkət yaranır. Simmetriyasını düzəldirik. Yenə də o biri kəlbətindən yuxarı aşağı hissəsinə uyğunluğunu düzəldirik. Çünki hərəsi bir tərəfə baxması düzgün deyil. İkisini də eyni istiqamətə getiririk. Bu hissəyə diqqətlə fikir verin. Bu aldığımız formanın diametridir. Bu isə düzəltdiyimiz diametridir. Onu qeyd edeyim sizə ki, bu kəlbətində ən kiçik ölçü belə, ən kiçik diametrli ölçü belə nisbətən böyükdür. Yəni, biz bunu bu kəlbətindən də düzəldə bilərik. Bu kəlbətinin bu orta hissəsinin diametri bunun diametrinə uyğundur. Baxın, biraz da aşağı gedəndə bu hissəsinin diametri uyğundur. Bu hissəsi, bunlar biraz bir-birindən fərqlidir. Burada biraz yuxarı, bu hissəsinin diametri uyğundur. Çünki bu, bəzən sırğaları düzəldəndə bizə nisbətən biraz böyük diametrli ölçü lazım olur. Onu bu kəlbətin vasitəsilə düzəldə bilərik. Yəni, hər üç formada düzəldə bilərik, onu demək istəyirəm. Yəni, bu kəlbətinləri fərqləndirmək cəhəti ondan ibarət ki, yəni, hər üç kəlbətindən, yəni, bu kəlbətində lap kiçik ölçünü düzəldə bilmərsiniz, onu demək istəyirəm. Amma bu kəlbətindən və yaxud da bu kəlbətindən müxtəlif ölçüləri düzəldə bilərsiniz. Sadəcə fərqli cəhəti ondan ibarətdir ki, bu kəlbətin çox rahatdır, təzə başlayanlar üçün əvəz olunmazdır. Bu kəlbətini əldə eləməyiniz çox məqsədə uyğundur. Həmçinin bu kəlbətinin də olması, həm də bu kəlbətin olması daha da məqsədə uyğundur. Bu alətlərin hər birinin olması daha yaxşıdır. Amma yeni başlamısınızsa, əlinizdə müəyyən qədər az büdcə varsa və bu kəlbətlərin hamısını əldə eləmək iqtidarında deyilsiniz, maddi cəhətdən sıxıntınız var. Onda deyərdim ki, bu kəlbətini, bir də bu kəlbətini mütləq almalısınız. Çünki onlar hərəkət düzəltməsində bizə əvəzsiz kömək edirlər. Müəyyən bir büdcə əldə edəndən sonra, işinizin daha da böyüdəndən sonra bundan da istifadə edə bilərsiniz. Bunu rahat bir şəkildə, yəni hansı ölçünü istifadə eləməklə, sadəcə fırlatmaqla bunun ölçünü əldə eləmək olar. Bundan başqa bəzi pinlər var ki, o pinlərdə yumuşaqlıq olur. Yumuşaqlıq olduğuna görə biz artıq müəyyən bir həlqəni əmələ gətirəndə onlar tezliklə açıla bilər. Bax, bu pinlərdən söhbət gedir, çox yumuşaqdır. Bunlardan necə istifadə edirlər? Deyək ki, yenə də biz bayaq düzəltmişdik bunu. Deyək ki, bunu ayıraq buradan. Deyək ki, bir sırğa düzəldirik. Bəlkə də görmürsünüz, sırğaların yuxarı hissəsində pinləri dolayırlar. Bax, o cür formada bir sırğa düzəldirik indi. Gətirdik.
götürdük. Ölçünü götürdük. Bizə bu ölçü lazımdır. Sadəcə doluyuruq. 1. Çox dolamağa da ehtiyac yoxdur, az dolamağa da ehtiyac yoxdur. 2. Və mümkünsə 3. Əgər 2-də yekunlaşdırmağa ehtiyac varsa 2-də saxlayırsınız. Lazım deyilsə 3-də. Bunu gətirdiniz belə. Simmetriyasını, yəni bu kəlbətinlərdə hamısından istifadə edə bilərik. Getiririk, amma ən rahatı budur. Burada müəyyən qədər bir əyrilik yaranırsa, tez düzləşdiririk. Əyrilik olmamalıdır burada. Düzləşdirdik. Artıq qalan hissəni baxırıq ki, elə yerdən kəsmək lazımdır ki, o hissə dolananda simmetriya pozulmasın. Eyni ilə mən sizə deyərdim ki, bu sırğanı düzəltmişsinizsə və sırğa 2 cütdən ibarət olduğuna görə bu sırğanı düzəltmişsinizsə, bu hissəni həmin dərhal kəsməyin. Bu hissəni saxlayın. Deyək ki, o biri sırğanın o biri tayında düzəldirsinizsə, onu da bu formada dolayın. Dolayandan sonra simmetrik cəhətdən hansı bir-birinə uyğundursa o formada da saxlayın. Deyək ki, biz indi burada 2 tay sırğa düzəltmirik, 1 tay sırğa düzəldirik. Mən indi baxıram ki, buradan kəssəm, estetik cəhətdən qəşəng görsənməz. Müəyyən qədər biraz buradan kəsərək, onu sıxmaqla uzunluğu düzəltmək mümkündür. Kəsənlə burada kəsirik. Baxırıq, elə yerdən kəsək ki, sən narahat eləməsin. Bax, mən bayalar deyirdim, bəzi yerlər var ki, orada daha elə bir yerlər var ki, orada bu cür kəsən hissələrin lazım olması, kəsilməsi lazım olur. Bax, kəsdik. Kəsəndən sonra artıq uyğunluğu düzəldirik. Yəni bu iş nə qədər sadə görməsinə baxmayaraq, müəyyən bir praktika, səbir hövsələ tələb eləyir. Yəni səbirsiz, hövsələsiz bir insan bu əl işlərini düzəltməyə vaxt sərf eləyə bilməz. Çünki hər dəfə istədiyimiz formada, istədiyimiz ideallıqla iş alınmır. İş gərək həm praktika tələb eləyir, həm səbir hövsələ tələb eləyir, həm maraq tələb eləyir. Bu işə insanın marağı olmasa, sırf maddiyyatdan davamlı şəkildə davam eləmək olmur bu işə. Çünki o qədər xırda bir zərgər işidir ki, müəyyən qədər sıxıb simmetriyana qoyuruq. Bu formalı bizim sırğamızın bir hissəsi alınır. Biz yuxarısında sırğa başlığı da qoya bilərik. Müəyyən növ başqa daşlardan da istifadə edə bilərik. Yəni, əyilə bilən ipindən bu cür istifadə olunur. Misal üçün, sual oluna bilər ki, niyə görə bu pinlərdən sadəcə həlqə əmələ gətirmirik, bu cür dolayarıq. Fərqi ondan ibarətdir ki, pinlər çox, əyilən pinlər çox yumuşaqdır. Rahatlıqla qırıla bilir, ayrıla bilir. Ona görə biz bu həlqəni dəfələrlə dolayırıq ki, buradan asanlıqla ayrıla bilməsin. Keçək bu kəlbətindən. Bu kəlbətin isə çox sadə funksiyası var. Bu cür yarım həlqə formalar olanda rahat bir şəkildə bunun girintili hissəsinə qoyaraq sıxmaq mümkündür. Yəni bu formada qoyaraq, əlimizlə saxlayaraq rahat bir şəkildə sıxa bilərik.
simmetrik formada qala bilsin. Yəni bu deyək ki, bu kəlbətin yoxdursa başqa bir formadan istifadə eləmək ola bilər. Sadəcə əgər bu kəlbətin varsa, niyə də istifadə eləməyək? Bu formada sıxa bilərik. Keçək bu kəlbətinə. Bu kəlbətində deməzdim bizim işimizin əsas mahiyyətini kəsb edən kəlbətində, amma əgər varsa, olmağının bir ziyanı yoxdur. Bunun isə iş mahiyyəti nədir? Deyək ki, belə bir pinimiz var. Sadəcə bəzi sırğalarda bu cür formanı əmələ gətirmək üçün bu tip kəlbətinlərdən istifadə olunur. Dördbucaq formanı əmələ gətirirlər. Sağın solunu düzəldərək buradan daşlardan istifadə eləmək olar, saçaqlardan istifadə eləmək olar. Bax, bu formanı əmələ gətirmək olar. Bu formada üçbucaq formanı da düzəltmək mümkündür. Yaxınlaşdıraraq deyək, bu formanı əmələ gətirmək olar. Yəni, bu kəlbətin əsas mahiyyəti bundan ibarətdir. Və yaxud da, əgər qalın bir məftiliniz varsa, dəmiriniz varsa, onu presləyərək sıx bir şəkildə, nazik bir formada gətirmək üçün istifadə olunur. Amma əsas etibarilə bu formadan. Yəni, əgər pin uzundursa, bir neçə dördbucaq formalar əmələ gətirmək mümkündür.